rubrikamızın da qəhrəmanı kitabların xiridarıdır deyə bilərik. Bəli. Söhbət Mürşid müəllimdən gedir. Bəli, oxumağa dəyər rubrikası olacaq indi. Mürşid müəllim son günlərin, hətta həftələrin ən çox səs-küy yaradan bir kitabından danışacaq. Bu müzakirə olunur, serialdan danışılır. Necəsiniz Mürşid müəllim, sabahınız xeyir olsun. Sabahınız xeyir olsun, sizi görmək çox şaddır. Və fikirləşirəm ki, Firuz bəyin qulağından ayıraq, amma sizin ikinizi burada görmək çox ayrı bir gözəl xeyir. Gözəl, çox təşəkkür edirik, çox təşəkkür edirik. Xüsusilə də bu kitab haqqında danışacağı kitab son günlər məşhurlaşdı. Çünki, belə deyək, kitaba bir film çəkiləndən sonra onu daha da məşhur edir. Yox, populyar idi əsər, oxunurdu. Oxunurdu, amma gəl etiraf edək ki, kifayət qədər məşhurlaşdı filmdən sonra. İndi axtarılır, hətta tapmaq olmur. Tapmaq da olmur. Və burada bir maraqlı məqam da var. Kitabda, sən demə Aynur, 83 bölmə var imiş və kitabın adına olan muzeydə də 83 vitrin var. Və çox maraqlıdır ki, Orxan Pamuk məsələ bu kitabı, Masumiyyət Muzeysi kitabını yazanda da artıq onun muzeyini yaratmaq ideyasını beynində formalaşdırmışdı və eyni anda da muzeyi də fəaliyyətə başladı. Biz çox danışmayacağıq. Mürşid müəllim, söz sizdədir. Əlinə almaq istəmirik bu işi. Buyurun. Əslində, doğrudan da çox maraqlı faktlar söylədiniz bu kitabla bağlı. Bu tamamilə doğrudan müsəllə də baş verib. Orxan Pamukun Masumiyyət Muzeyi kitabı İlk dəfə 2008-ci ildə nəşr olunub və satışa çıxarılandan ilk 3 gün ərzində demək olar ki, tamamilə satılıb, ən satılan kitab olub və bayaq vurguladığınız kimi Netflix platformasına çıxan serial da çox populyardır tamaşaçılar arasında və kitabın əslində ilk sözü də çox maraqlıdır, mən onu oxumaq istəyərdim. Bu da deyir ki, həyatımın ən xoşbəxt anıymış, bilmirdim. Bilsəydim, bu xoşbəxtliyi qoruyar, hər şey tamamilə fərqli ola bilərdimi? Əslində biz fikirləşənə doğrudan da bəzən hansı yaşadığımız anları həyatımız boyunca biz həmin an bilmirik ki, bu bizim həyatımızda ən mühüm, ən vacib, ən xoşbəxt anlardan biridir və bunun üçün mütləq zaman, vaxt keçməlidir ki, biz bunu anlayaq, dərk edək. Maraqlı fəlsəfi fikirdir. Ümumiyyətlə, Məsumiyyət Muzeyi əsəri 1970-ci illərin, yəni ötən əsrin 70-ci illərini İstanbulun, Türkiyəsindən bəhs edir, hadisələr orada cərəyan edir. Əslində, yazıcı həmin mühiti, o illərin İstanbulunu, ab-havasını, münasibətləri çox gözəl ifadə edib və bəzən Azərbaycanla baxanda oxşar istər-istəməz mentalitet baxımından oxşarlıq var. Əsərin baş qəhrəmanı 30 yaşlı bir gəncdir, Kemal adında. O, varlı bir ailədə doğulub, varlı ailənin nümayəndəsidir və onun gələcək nişanlısı, deməli, o da Sibel. Sibel xanım da, o da varlı, tanınmış bir ailənin nümayəndəsidir. Və bir dəfə Sibel bir çanta görür, bahalı çanta görür butikdə və öz nişanlısına, öz sevgilisine hədiyyə eləmək üçün Kamal həmin butikə gəlir və orada gənc satıcı qızı görür, Füsun adlı qız. Və məlum olur ki, sən demə, onlar qohummuymuşlar, bir-birinə uzaq qohumluğu çatırmış. Füsunun 18 yaşı var, onların ailəsi Kamal bəygilinlə müqayisədə kasıb ailədir və o həm tələbədir, həm də dükanda işləyir və Kamal bəy ilk dəfə orada ona qarşı müəyyən hisslər özündə görür, Füsunla bağlı. Sonradan çantanı öz sevgilisinə hədiyyə eləyəndə Sibel biraz naz edir. Çünki o, belə deyək, qızıl gəncliyin nümunəsidir, nümayəndəsidir. Onlar Avropada, Amerikada, xaricdə təhsil alıblar, yaşayıblar və o deyir ki, bu əslində çanta brend marka deyil, saxtadır. Və Kamal yenidən qayıdır dükana, yəni çantana qayıtmağa. Və beləliklə bütün bu hadisələrin fonunda onlar daha da görüşməyə başlayırlar və belə deyək, sevgili olurlar. Əslində bu əsərdə əsl romantik bir əsərdir, məhəbbət, sevgi hekayəsidir və burada çoxlu hadisələr baş verir, cərəyan edilir. Mən onları hamısını demək istəmirəm ki, belə deyək, oxucular üçün daha maraqlı olsun. Amma kitabın adına qayıtmaq istəyirəm. Deməli, bizdə belə bir söz var ki, adətən insan xatirələrlə yaşayır və burada baş qəhrəman öz sevgilisi Füsundan bağlı əşyaları, hətta ən kiçik əşyaları toplamağa başlayır və bunun da nəticəsində bir kolleksiya yaranır, bir muzey yaranır. Onu da deyim ki, əslində bu xüsusiyyət ona anasından keçir, çünki onun anası da kolleksionerdir, kolleksiyaçıdır və xüsusən Avropadan olan antik əşyaları yığmaqla məşğuldur. Və həqiqətdə isə 2012-ci ildə doğrudan İstanbulda muzey açılır, Məsumiyyət Muzeyi və insanlar orada gəlirlər, baxırlar. Bu qədər. Və onu da qeyd eləmək istəyirəm ki, İngiltərənin Financial Times qəzeti belə bir sorğu keçirib
və onlar qeyd ediblər ki, əslində bu əsəri onlar Lev Tolstoyun Anna Kareninası ilə bir də Nabokovun Lolita əsəri ilə müqayisə ediblər, çünki orada oxşar cəhətlər var. Mən deyərdim ki, bizim ədəbiyyatda da məsələn, Anarın 5 mərtəbəli evin 6-cı mərtəbəsi ilə bağlı bəzi süjetlər, bəzi oxşar xətlər var. Çünki orada, belə deyək, sevgi həm yaş, həm onların sosial vəziyyəti bütün bunlara işarə eləyir. Ümumiyyətlə, mən düşünürəm ki, xüsusən də türk romantik, türk sevgi, məhəbbət romanlarını sevən insanlar üçün bu kitab əsl bir hədiyyədir və mən tövsiyə edirəm ki, bu kitabı oxusunlar. Çünki kitab doğrudan oxuduqca çox oxucu gəlir, rahat oxunur. Fikirləşirəm mənlə bu qədər. Bizim dəyərli aparıcılarımız sözü ötürürəm sizə. Təşəkkür edirik, çox sağ olun. Məlumat verdiniz ətraflı bizə və tamaşaçılara.